Dökülsün yollara sel olsun. 18 yaşında falan böyle bir yolda ata yollarda kaldı. Bir defa biri gelip demez diyor niye ihtiyacım var. Billahi gelip ben bana kulaklatacağız orada. Allah belası versin olan böyle. Böyle sesi çıkardılar. Bunu düşman eylemez. Sökerek çıxardıblar, bunu sökerek. Belə şəkil çıxardırlar axı. Onu ara düzəltmişdi, bunun yanın başını düzəltmişdi. Qopardıb töküb yerə, bunu qopardıb töküblər yerə. Belə şəkil çıxarmırlar. Bunu gəlirlər mədəni işçiləri ilə gəlirlər. Hamısını deyirlər ki, bu sökülməlidir. Ben vereme okul verdim vətənə. Vətən sağ olsun dedim, bayrağı öptüm ki, benim bana bir şekilde belə çıksın. Haram olsun. Hakkı ittene haram olsun. Şehidin hakkını ittene haram olsun. Ben vereme bana verdim. Onun burada heykeli koyulmalıydı, heykeli. Gayretli oğullar, gayretli şəxslər. Ben size müraciət edirəm. Şəkili belə çıxardırlar, yoksa şəhidinin şəklini yok. Heykelini getir bu bulağın yanında koyurlar. Ay bu bulağdan su içenler, ay bu bulağdan su aparıp içenler. Belə bir hörmət koyurlar şəhdə. Burada xəyalın heykeli koyulmalıydı. Ben imkanlı şəxslərə deyirəm. Eğer benim səsimi eşidirsinizsə, bu icra müracıqda xəyalın burada heykeli koyan ben şəxsi görmək istəyirəm. Kişini görmək istəyirəm. Hansı imkanlı kişi varsa getirip o icranın acından burada heykelin koysun ben dolan. Qəti dəyər verilməz də bu şəhid ailələrine. Azərbaycanda nə bilim valla rayonlarda heç biz bu dərəcədə biz bilməzdik ki, bizə qarşı belə hörmətsizlik olunsun. Bu şəhidlərə qarşı belə ikimiz bir hörmətsiz. Əmlə bir şəhid torpaq uğrunda canını verən oğul dünənki gündə vuruşub ölkəyə bir zəfər yaşadan bir oğul bu günləri ölkədə yol qırağı, yəni yolun yaraşığın pozur. Bu ağla sıxmaz bir şeydir. Bu çox ağır bir şeydir. Bu analar və atalar hamısı bu vətənə oğul veriblər. Sen yol ver de ben Oğul gemiyle verirler. gidip şehidin evinde yaşıyor. Vətən onlara dəyərin verməlidir. Şehidin Belə olmaz. evliliğin içinde. Bu cür nə şəkil sökməzlər yolun qırağından.